Elmlər metrosu yaxınlığında buranın ən premium binalarından birində Şokolad Tower deyir. 19 mərtəbəli binanın 9-cu mərtəbəsində 220 kvadrat tam əşyalı texnikalı lüks təmir olunmuş gözəl bir mənzil təqdim edəcəm sizə. Bugün reklamlarına baxın, sonra videomuzu davam edək. Reklamlara baxdınız, gəlin sizə proyekti izah edeyim, sonra qaydarın təmirdən, tikintidən necə, hansı materiallar işlənib, hamısını sizə bir-bir izah edəcəm. Giriş qapısı bu binada, Şokolad Tower'da giriş qapılarının dəyişməyə icazə yoxdur. Ən bahalı, keyfiyyətli giriş qapılarından istifadə olunur. Girən kimi sol tərəfdə qramofon sistemi. Tam üzbəüz bu geniş arkanın arxasında 60 kvadrata yaxın qonaq otağımız var, 14 nəfərlik masasıyla. Mətbəximiz buradadır, çamaşır otağı və 3 yataq otağı və əsas sanitar qovşaqlarından biri də buradadır və 2 yataq otağının içində də sanitar qovşağı var. Yəni göstərək bunları hamısını. Birinci yataq otağı, əsas yataq otağıdır. İçində qardirob otağı da var. Uşaq yataq otağı. Üçüncü yataq otağımız, bunun da içində sanitar qovşağı var və ümumi sanitar qovşağı. Gəlin davam edək, xol hissəsindən danışım sizə. Fərqli teksturada qranitlərdir, pollar, isti pol, patolog işləmlərimizdə var. Gözəl alçıpan figurlardan istifadə olunur, gizli işıqlar və lüstrlar tam asılı vəziyyətdə. Üzbəüz bu şüşə qapıların arxasında qardirob mebeli yığılıb, stroylu, yəni divar içidir, xol hissəsinin enindən tutmayıb. Qramofon sistemin gördüyünüz gözəl tablolarımız, mənzildə gördüyünüz bütün əşya, texnika, hamısı qiymətə daxildir. Xol hissəsində ümumi gördünüz, gəlin elə keçəyin qonaq otağına. Bahalı, keyfiyyətli parket növündən istifadə olunub və gözəl dizaynla, yolka dizaynıyla döşənilib. Burada geniş bir 14 nəfərlik masa üstü mərmər, patolog işləmlərimizdə var. Gizli işıqlar, spotlar, lüstrlar tam asılı vəziyyətdə, gözəl güzgü işləmələrdən istifadə olunub. 60 kvadrata yaxındır qonaq otağımız və daha da geniş göstərir. Və televizor güşəsi. Yumşaq dəstlər qoyulub ortasına. Yenə də masanın teksturasında böyük bir jurnalini qoyulub. Xalça və böyük ölçülü LG markalı televizordan istifadə olunub. Arxası taxtlı işləmələr, güzgü işləmələr. Twistentimiz də belə gözəl yığılıb. Belə bu mənzil barədə çox danışmayacağım sizə. Təmir və tikinti zamanı burada hamısı keyfiyyətli brend materiallardan istifadə olunub. Gəlin sizi ev sahibi ilə görüşdürüm. Hamısı bir-bir adlarını çəkəcək. Çox yormayacağım sizi. Gəlin davam edək. Gəzən mənzilimizi bütün otaqlarda Aukus markalı kondisionerlərimiz də var. Göstərim sizə və mətbəximiz. Xol hissəsindəki qranitlər burada davam edir. Pollar isti pol. Mətbəx mebelimiz tam yığılıb. Burada 4 nəfərlik masa, LG markalı yenə televizor, Aukus markalı kondisionerlər hamısı öz yerində. Qarşısında eyvanı, qonaq otağından da bu eyvana daxil olmaq olur. Mətbəximizi bu tərəfdən də göstərək. Bütün butavoy texnika hamısı düzgün yığılıb və bu gizli qapıların arxasında soyuducular yerləşir. Mətbəximiz də belə. Çamaşır otağı, Samsung markalı paltaryandan istifadə olunub. Qurutusuna kimi, havalandırmasına kimi, bütün şkaflarına kimi hamısı düzgün
yerləşdirilib. Hol hissəsinin ikinci hissəsi çox gözəl ayrılıb. Deməli, yataq otaqları hamısı bu hol hissəsində yığılıb və qonaq otağına, o tərəfə heç bir aidiyyatı yoxdur. Gəlin davam edək elə əsas yataq otağından başlayaq. Geniş, kifayət qədər geniş yataq otağımız qalıb. Yumşaq dəstlər hamısı yığılıb. Patolog işləmələrimiz də var. Lüstr, gizli işıqlar, gözəl alçıpan figurlardan istifadə olunub. Üzbəyiz yenə də LG markalı böyük ölçülü televizor, bahalı keyfiyyətli parket növündən istifadə olunub. Burada yerləşir qardirob otağı və sanitar qovşağı. Vitraj pəncərələrdir, istilik sistemimiz kombidi, sənədlərimiz kupsadır. Yəni sənədlər çıxarış verilib bu binaya. Gözəl bir binadır, həyəti. Şokolad Tower'ı tanımayanlar üçün deyim. Möhtəşəm bir həyəti var, yeraltı parking, altında Bravo Market və Elmlər metrosuna buradan piyada geçsəz maksimum 5 dəqiqəlik məsafədir. Aukus markalı kondisionerimiz də öz yerində. Gəlin davam edək. Sanitar qovşağını göstərim sizə. Əsas yataq otağının içindəki hamam otağı, divar içi imtazdan istifadə olunub. Künc vitraj pəncərə möhtəşəmdir. Panorama möhtəşəmdir. Duş kabin, duş aksesuarları moydadır. Geniş bir güzgüdən istifadə olunub fərqli teksturada. Qranitlər buranda polları istif oldu. Mənzərə də öz yerində unitaz. Və qardirob otağı. Tüm mebellər hamısı yığılıb, içində rahat hərəkət eləmək olur və belə. Və ikinci yataq otağımız burada. Əsas yataq otağı kimi istifadə edə bilərsiniz, çox genişdir. Yumşaq dəstlər yığılıb, televizor öz yerində, patolog işləmlərimizdə var. Lüstr, gizli işıqlar, tüm mebellər hamısı qiymətə daxildir. Bahalı keyfiyyətli parket növündən istifadə olunur. Aukus markalı kondisioner öz yerində, kombi aparatı öz yerində. Və bu otağa aid sanitar qovşağı, divar içi unitaz, duş, divar içi duş aksesuarları. Aksesuarlar hamısı yığılıb, çox uzatmaq istəmirəm, moydadır, güzgüsü. Hər şey öz yerindədir, hamısı da bahalı, keyfiyyətli materiallardır. Mənzildə işlənən elektrik qutuları hamısı orijinal, İtali istehsalı cevizdir. Hol hissəsindəki ümumi sanitar qovşağı girən kimi moydadır, yenə də duş kabin, divar içi duş aksesuarlarından istifadə olunub, divar içi unitazdan istifadə olunub, fərqli teksturada burada da qranitlər, pollar, isti pol. Və üçüncü otağımız uşaq yataq otağı. Burada da mebellər hamısı düzgün yerləşdirilib, ikili yumşaq dəstdən istifadə olunub, qarşısında eyvanı. Tam yer çəkəndir mənzilimiz. Televizor öz yerində, patolog işləmlərimizdə var. Lüstr, spotlar, gizli işıqlar hamısı öz yerində. Aukus markalı kondisionerimiz öz yerində. Yəni də burada pollar, bahalı keyfiyyətli parket növündən istifadə olunub. Bu mənzilin start olaraq qiyməti 980 min manatdır. Real alıcılar əlbəttə ki, indirim var. Növbəti çəkişlərdə görüşərik. Sağ olun.